Salam əziz izləyicilər. Bugün sizə asan, ləzzətli göbələk resepti vermək istəyirəm. Toyuqlu göbələk. Mən yanına kartoşka da əlavə edirəm, firi kartoşkalar. Çünki mənim oğlum göbələyi sevmir. Onun üçün kartoşka da eləyirəm. Siz desəz eləyə də bilərsiniz, eləməyə də bilərsiniz. Amma kartoşka daha çox yaraşır göbələyin yanına. Toyuğu xırda-xırda doğrayıb, qızğın yağda biraz bişirirəm, qovururam. Ondan sonra göbələkləri lay-lay edib əlavə edirəm içinə və duz, istiot əlavə eləmirəm heç bir ədviyyatla. Çünki toyuq əlavə edəndə göbələyi də təzədən qarışdıranda ədviyyat tənzimlənmir, yeməyin ləzzəti pozulur. Ona görə göbələyi də doğrayıb qoyuram. Suyu biraz su salana qədər tavada mən kartoşkaları qıraqda firi halında doğrayıb hazırlayıram. Və baxıram göbələyim suyunu saldısa, ondan sonra ədviyyatlarını əlavə edirəm. Mən ədviyyat olaraq sarı kök, duz, rozmarin, bir də qırmızı biber istifadə elədim. Siz istədiyiniz ədviyyatları əlavə edə bilərsiniz. Və biraz limon suyu qatıram həmişə mən göbələyə, çünki rəngi daha qəşəng şəffaf çıxır. Və mən göbələyi heç zaman bişirəndə ağzına qapaq qoymuram. Çünki ağzına qapaq qoyanda daha çox su salır və rəngi çox qaralır. Toyuqla bir yerdə bişirirəm. Toyuğu da çox qızartmıram, qurutmuram əvvəlcədən. Çünki bir daha göbələklə qovurulanda toyuq çox quruyur və dadsız olur. Saman dadı verir. Çünki toyuq çox quruyanda dadını itirir. Mən göbələyi çox qızarmış sevirəm. Əməlli toyuqla bir-birindən seçilmir. Çox qovrulur, qızarır. Və göbələk bişənə qədər də yağı dağ eləyib, içinə də kartoşkaları əlavə edirəm qızarmağı üçün. Və mən kartoşkanı əlavə edəndən sonra bir üzü qızarmamış, qarışdırmıram kartoşkanı. Çünki əlavə edib qarışdıranda tez-tez yağın istiliyi azalır. Ondan sonra kartoşkalar həm gec qızarır, həm də xırçıltısını itirir. Və kartoşkaların bişənə qədər də göbələyim hazırlanır. Gördüyünüz kimi suyu çəkilib və yağda qovrulmağa başlayıb. Göbələk əriyib itdiyinə görə, göbələk ümumiyyətlə suya çox çıxan, əriyən tərəvəzdir. Ona görə mən göbələyi biraz böyük doğradım və gördüyünüz kimi qaralmayıb, amma qıpqırmızı qızarıb, çox qəşəng qovrulub. Çox da ləzzətlidir. Həm asandır, həm ləzzətlidir. İstəsəz buna pendir də əlavə edərsiniz. O baxır zövqə. İstədiyiniz sosla da yeyə bilərsiniz. Yəni hər zövqə uyğunlaşdıra biləcəyiniz bir yeməkdir. İstədiyiniz kimi əlavələr də eləyə bilərsiniz, çıxartma